Oğlaq Bürcü 1 fevral 2026 Oğlaq Bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün hərəkətlərini tələsmədən və diqqətlə planlamaq xüsusilə önəmli olacaq. Qarşıya çıxan vəziyyətlər səbirli olmağı və hər şeyi bir-bir qiymətləndirməyi tələb edə bilər. İçindəki hisslər sənə doğru istiqaməti göstərməyə çalışacaq, ona görə də özünü dinləmək və sezgilərinə qulaq asmaq faydalı olacaq. Münasibətlərdə anlayışlı və açıq olmaq günün əsas mövzularındandır. Kiçik fikir ayrılıqları olsa da, səmimi danışıq və diqqətli yanaşma hər şeyi yoluna qoymağa kömək edəcək. Yaxın çevrəndən gələn isti münasibət və dəstək səni rahatladacaq, özünü daha güvənli və balanslı hiss etməyinə səbəb olacaq. Gün həmçinin keçmişi dəyərləndirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki kiçik anlaşılmazlıqlarla vidalaşmaq və buraxılması lazım olan məsələlərə göz yummaq sənə yüngüllük gətirəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə vəziyyətə uyğun addım-addım irəliləmək daha faydalıdır. Ətrafındakı insanlarla paylaşacağın sadə anlar və səmimi söhbətlər də günün enerjisini yumuşaldacaq. Özünü dinləmək, sakitcə düşünmək və zaman-zaman fasilə vermək daxili rahatlıq üçün vacibdir. Günün axışı sakit və balanslıdır. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hər şeyi zamanına buraxmaq ruhunu rahatladacaq. Bugünün mesajı: sakit ol, öz yoluna fokuslan və hər şeyin öz axarı ilə irəliləməsinə imkan ver. Dolça Bürcü 1 fevral 2026 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün diqqətli və sakit hərəkət etmək önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni biraz dayanıb düşünməyə və hər şeyi biraz uzaqdan qiymətləndirməyə dəvət edəcək. İçindəki hisslər və intuitiv səs sənə xəbərdarlıq edəcək, ona görə də öz hisslərinə qulaq asmaq və qərarlarını tələsmədən vermək faydalı olacaq. Münasibətlərdə anlayış və yumşaqlıq ön plana çıxır. Kiçik anlaşılmazlıqlar olsa da, səmimi ünsiyyət və diqqətli dinləmək onları aradan qaldırmağa kömək edəcək. Yaxınlarının göstərdiyi qayğı və dəstək səni rahatladacaq və özünü daha güvənli hiss etməyinə səbəb olacaq. Həmçinin günün gedişatında sadə söhbətlər və kiçik paylaşmalar ruhunu yüngülləşdirəcək. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə planlar qurmaq üçün əlverişlidir. Keçmişdəki kiçik anlaşılmazlıqlarla bağlı narahatlıq yerinə indiki anın dəyərinə fokuslanmaq daha faydalıdır. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə vəziyyətə uyğun addım-addım irəliləmək daha düzgün olacaq. Özünə kiçik fasilələr vermək və sakit anlar yaratmaq enerjini qorumağa yardım edəcək. Günün axışı nizamlı və sakitdir. Tələsik qərarlar verməmək, hər şeyi təbii axarına buraxmaq və öz ritmini qorumaq daxili rahatlıq gətirəcək. Bugünün mesajı: sakitcə irəlilən, başqalarını da dinlə və hər anın dəyərini hiss etməyə imkan ver. Balıq Bürcü 1 fevral 2026 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün sakit və diqqətli olmaq önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb hər şeyi diqqətlə qiymətləndirməyə və biraz uzaqdan baxmağa sövq edə bilər. İçindəki hisslər və intuisiya sənə xəbərdarlıq edəcək, ona görə də öz səsinə qulaq asmaq və qərarları tələsmədən vermək faydalı olacaq. Münasibətlərdə yumşaqlıq və anlayış ön plana çıxır. Kiçik fikir ayrılıqları olsa da, açıq və səmimi ünsiyyət onları aradan qaldırmağa kömək edəcək. Yaxınlarının göstərdiyi dəstək və qayğı ruhunu yüngülləşdirəcək və özünü daha rahat, balanslı hiss etməyinə səbəb olacaq. Günün gedişatında sadə söhbətlər, gülüşlər və kiçik paylaşmalar ruhunu yüksəldəcək. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıq və ya kiçik anlaşılmazlıqları buraxmaq yeni imkanlara açılmanı asanlaşdıracaq. Hər şeyi dərhal həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha faydalıdır. Özünə kiçik fasilələr yaratmaq və sakit anlar keçirmək enerjini qorumağa kömək edəcək. Günün axışı sakit və nizamlıdır. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hər şeyi zamanına buraxmaq daxili rahatlıq gətirəcək. Eyni zamanda gün sənə baş verənləri qəbul etməyi və anı hiss etməyi öyrədəcək. Bugünün mesajı: iç səsinə qulaq as, hadisələri öz axarına burax və hər anın dəyərini hiss et.
Qoç bürcü 1 fevral 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün hərəkətlərini diqqətlə və sakit şəkildə yönləndirmək önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni bir anlıq dayanıb düşünməyə, hər şeyi diqqətlə qiymətləndirməyə və addımlarını ölçüb biçməyə sövq edə bilər. İçindəki hisslər və intuisiya sənə xəbərdarlıq edəcək, ona görə də öz səsinə qulaq asmaq və qərarları tələsmədən vermək faydalıdır. Münasibətlərdə açıq və anlayışlı olmaq xüsusilə vacibdir. Kiçik fikir ayrılıqları olsa da, səmimi danışıq və diqqətli yanaşma onları aradan qaldırmağa kömək edəcək. Yaxınlarının göstərdiyi qayğı və dəstək ruhunu yüngülləşdirəcək və özünü daha rahat və güvənli hiss etməyinə səbəb olacaq. Günün gedişatında sadə söhbətlər, kiçik paylaşımlar və gülüşlər sənə enerji verəcək, əhvalını yüksəldəcək. Gün həmçinin keçmişi gözdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıqları buraxmaq və indi baş verənlərə diqqət yetirmək daha faydalıdır. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək və özünə kiçik fasilələr yaratmaq enerjini qorumağa yardım edəcək. Bu, həm də düşüncələrini toplamağa və daxili sakitliyi saxlamağa imkan verəcək. Günün axışı sakit və nizamlıdır. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hər şeyi təbii axarına buraxmaq rahatlıq gətirəcək. Eyni zamanda gün sənə hadisələri qəbul etməyin, başqalarını da diqqətlə dinləməyi və anı tam yaşamağı öyrədəcək. Bugünün mesajı: sakit hərəkət et, başqalarını dinlə və hər anın dəyərini hiss etməyə çalış. Boğa bürcü 1 fevral 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün sadə və sakit hərəkət etmək önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb hər şeyi diqqətlə qiymətləndirməyə və addımlarını ölçüb biçməyə dəvət edir. İçindəki hisslər və instinktlərin sənə yol göstərəcək, ona görə də intuitiv səsinə qulaq asmaq faydalıdır. Münasibətlərdə yumor və kiçik diqqətlər günün tonunu yumşaldacaq. Kiçik anlaşılmazlıqlar olsa da, açıq danışmaq və qarşındakını dinləmək hər şeyi yoluna qoymağa yardım edəcək. Dostların və ailənlə keçirdiyin sadə anlar, isti söhbətlər və gülüşlər ruhunu yüngülləşdirəcək, özünü daha rahat və balanslı hiss etməyinə səbəb olacaq. Gün həmçinin yeni ideyalara açıq olmaq və keçmişdə qalan kiçik narahatlıqlardan uzaqlaşmaq üçün əlverişlidir. Keçmişi çox düşünmək yerinə indiki anı dəyərləndirmək və kiçik addımlarla irəliləmək daha faydalıdır. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə hadisələri addım-addım qəbul etmək, özünə kiçik fasilələr yaratmaq enerjini qorumağa kömək edəcək. Bu, həm də günün axışını daha sakit və balanslı etməyə yardım edəcək. Günün axışı sakit, amma hər anında kiçik sürprizlər və xoş anlarla dolu olacaq. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hadisələri təbii axarına buraxmaq daxili rahatlıq verəcək. Eyni zamanda gün sənə sadə şeylərin dəyərini görməyi və anı tam yaşamağı xatırladacaq. Bugünün mesajı: rahat ol, gül və hər şeyi biraz yavaşlat, kiçik xoş anların dadını çıxarmağa imkan ver. Əkizlər bürcü 1 fevral 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün enerjini sakit və düşüncəli şəkildə istifadə etmək xüsusilə önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb hər şeyi diqqətlə qiymətləndirməyə və addımlarını ölçüb biçməyə dəvət edir. İçindəki hisslər və intuisiya sənə xəbərdarlıq edəcək, ona görə də duyğularına qulaq asmaq və qərarları tələsmədən vermək faydalıdır. Münasibətlərdə açıq və anlayışlı olmaq günün əsas mövzularındandır. Kiçik anlaşılmazlıqlar olsa da, səmimi danışıq və diqqətli dinləmə onları aradan qaldırmağa kömək edəcək. Dostların və yaxınlarınla keçirdiyin sadə anlar, isti söhbətlər və gülüşlər əhvalını yüksəldəcək, özünü daha rahat və balanslı hiss etməyinə səbəb olacaq. Eyni zamanda qarşındakı insanları dinləmək və onların sözlərinə diqqət yetirmək, münasibətlərin daha yumşaq və rahat olmasına yardım edəcək. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki kiçik narahatlıqları buraxmaq, indiki anın dəyərinə fokuslanmaq və yeni imkanlara açıq olmaq günün tonunu yüngülləşdirəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə hadisələri addım-addım qəbul etmək və özünə kiçik fasilələr yaratmaq enerjini qorumağa yardım edəcək.
Bu, həm də düşüncələrini toplamağa və daxili sakitliyi saxlamağa imkan verəcək. Günün axışı sakit və nizamlıdır, amma kiçik sürprizlər və gözlənilməz fürsətlərlə dolu olacaq. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hadisələri təbii axarına buraxmaq rahatlıq gətirəcək. Eyni zamanda gün sənə sadə şeylərin dəyərini görməyi və anı tam yaşamağı xatırladacaq. Bugünün mesajı: sakit ol, başqalarını dinlə, düşüncələrini topla və hər kiçik anın gözəlliyini hiss etməyə çalış. Xərçəng bürcü. 1 fevral 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün sakit və diqqətli olmaq xüsusilə önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb hər şeyi diqqətlə qiymətləndirməyə və addımlarını ölçüb biçməyə dəvət edir. İçindəki hisslər və intuisiya sənə xəbərdarlıq edəcək, ona görə də öz səsinə və duyğularına qulaq asmaq, tələsmədən hərəkət etmək faydalıdır. Münasibətlərdə anlayış, yumşaqlıq və diqqət ön plana çıxır. Kiçik anlaşılmazlıqlar olsa da, açıq və səmimi danışıq onları aradan qaldırmağa kömək edəcək. Yaxınlarının göstərdiyi qayğı və dəstək ruhunu yüngülləşdirəcək və özünü daha rahat, güvənli hiss etməyinə səbəb olacaq. Sadə söhbətlər, gülüşlər və kiçik paylaşmalar günün enerjisini yumşaldacaq, münasibətlərində daha isti bir atmosfer yaradacaq. Gün həmçinin keçmişi gözdən keçirmək və gələcək üçün sakitcə planlar qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıqları buraxmaq və indiki anın dəyərinə fokuslanmaq sənə yüngüllük verəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə, hadisələri addım-addım qəbul etmək və özünə kiçik fasilələr yaratmaq enerjini qorumağa yardım edəcək. Bu, həm də düşüncələrini toplamağa və daxili sakitliyi saxlamağa imkan verəcək. Günün axışı sakit, nizamlı və balanslıdır, amma kiçik sürprizlər və gözlənilməz fürsətlərlə də dolu olacaq. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hər şeyi təbii axarına buraxmaq daxili rahatlıq gətirəcək. Eyni zamanda gün sənə sadə şeylərin dəyərini görməyi, anı tam yaşamağı və başqalarına qarşı diqqətli olmağı xatırladacaq. Bugünün mesajı: dincəl, öz səsinə qulaq as, yaxınlarınla kiçik anların dadını çıxar və hər şeyi olduğu kimi qəbul et. Şir bürcü. 1 fevral 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqətli və sakit hərəkət etmək önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb düşünməyə və hər şeyi biraz uzaqdan qiymətləndirməyə sövq edə bilər. İçindəki hisslər və intuisiya sənə yol göstərəcək, ona görə də səsinə və duyğularına qulaq asmaq faydalıdır. Münasibətlərdə diqqət və anlayış günün əsas mövzularındandır. Kiçik fikir ayrılıqları olsa da, açıq və səmimi danışıq onları yoluna qoymağa kömək edəcək. Dostların və yaxınlarınla keçirdiyin sadə anlar, gülüşlər və paylaşmalar ruhunu yüngülləşdirəcək və özünü daha rahat və balanslı hiss etməyinə səbəb olacaq. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıqları buraxmaq və indiki anın dəyərinə fokuslanmaq daha faydalıdır. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək və kiçik fasilələr yaratmaq enerjini qorumağa yardım edəcək. Bu, həm də günün axışını daha rahat və balanslı etməyə imkan verəcək. Günün axışı sakit və nizamlıdır, amma kiçik sürprizlərlə dolu olacaq. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hadisələri təbii axarına buraxmaq daxili rahatlıq gətirəcək. Eyni zamanda gün sənə kiçik şeylərin dəyərini görməyi və anı tam yaşamağı xatırladacaq. Bugünün mesajı: sakit ol, öz səsinə qulaq as və kiçik anların gözəlliyini görməyə çalış. Qız bürcü. 1 fevral 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün hər şeyi tələsmədən, sakit və ölçüb biçərək addım atmaq faydalı olacaq. Qarşıya çıxan vəziyyətlər səni düşünməyə və hadisələrə biraz uzaqdan baxmağa sövq edə bilər. İçindəki hisslər və sənin intuisiya gücün doğru istiqamət seçməyinə kömək edəcək, ona görə də qərarlarını tələsmədən vermək vacibdir. Münasibətlərdə yumşaqlıq və diqqət ön plana çıxır. Kiçik anlaşılmazlıqlar olsa da, səmimi danışıq və qarşındakını dinləmək onları aradan qaldırmağa kömək edəcək.
Dostların və ailənlə keçirdiyin sadə anlar, gülüşlər və paylaşmalar ruhunu yüngülləşdirəcək və özünü daha rahat və balanslı hiss etməyinə səbəb olacaq. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıqları buraxmaq və indiki anın dəyərinə fokuslanmaq yeni imkanlara açılmanı asanlaşdıracaq. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək və kiçik fasilələr yaratmaq enerjini qorumağa kömək edəcək. Günün axışı sakit, nizamlı və balanslıdır, amma kiçik sürprizlər və gözlənilməz fürsətlərlə də dolu ola bilər. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hər şeyi təbii axarına buraxmaq daxili rahatlıq gətirəcək. Bugünün mesajı: sakit ol, diqqətli düşün və hər anın dəyərini hiss etməyə imkan ver. Tərəzi bürcü 1 fevral 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün hərəkətlərini sakit və düşüncəli şəkildə qurmaq önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb hər şeyi diqqətlə qiymətləndirməyə və addımlarını ölçüb biçməyə sövq edə bilər. İçindəki hisslər və intuisiya sənə xəbərdarlıq edəcək, ona görə də səsinə qulaq asmaq və qərarları tələsmədən vermək faydalıdır. Münasibətlərdə yumşaqlıq, anlayış və açıq ünsiyyət ön plana çıxır. Kiçik fikir ayrılıqları olsa da, səmimi danışıq və diqqətli dinləmə onları yoluna qoymağa yardım edəcək. Dostların və yaxınlarınla keçirdiyin sadə anlar, gülüşlər və paylaşmalar ruhunu yüngülləşdirəcək, özünü daha rahat və balanslı hiss etməyinə səbəb olacaq. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıqları buraxmaq və indiki anın dəyərinə fokuslanmaq daha faydalıdır. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə hadisələri addım-addım qəbul etmək və kiçik fasilələr yaratmaq enerjini qorumağa kömək edəcək. Günün axışı sakit və nizamlıdır, amma kiçik sürprizlər və gözlənilməz imkanlarla dolu olacaq. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hər şeyi təbii axarına buraxmaq daxili rahatlıq verəcək. Bugünün mesajı: kiçik şeylərdən zövq al, diqqətini indiki ana ver və hər anın sənə verdiyi fürsətləri gör. Əqrəb bürcü 1 fevral 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün sakit və ölçülü hərəkət etmək xüsusilə vacibdir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb düşünməyə və hər şeyi biraz uzaqdan qiymətləndirməyə dəvət edə bilər. İçindəki hisslər və intuisiya sənə yol göstərəcək, ona görə də qərarlarını tələsmədən vermək və səsinə qulaq asmaq faydalıdır. Münasibətlərdə yumşaqlıq və diqqət ön plana çıxır. Kiçik fikir ayrılıqları olsa da, səmimi danışıq və qarşındakını dinləmək onları yoluna qoymağa yardım edəcək. Dostların və yaxınlarınla keçirdiyin sadə anlar, gülüşlər və kiçik paylaşmalar ruhunu yüngülləşdirəcək və özünü daha rahat hiss etməyinə səbəb olacaq. Gün həmçinin keçmişi nəzərdən keçirmək və gələcək üçün sakitcə plan qurmaq üçün əlverişlidir. Keçmişdəki narahatlıqları buraxmaq və indiki anın dəyərinə fokuslanmaq sənə yüngüllük verəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək və özünə kiçik fasilələr yaratmaq enerjini qorumağa kömək edəcək. Bu, həm də günün axışını daha rahat və balanslı etməyə imkan verəcək. Günün axışı sakit və nizamlıdır, amma kiçik sürprizlərlə və gözlənilməz fürsətlərlə də dolu olacaq. Öz ritmini qorumaq və hadisələri təbii axarına buraxmaq daxili rahatlıq verəcək. Bugünün mesajı: dərin nəfəs al, diqqətini indiki ana ver və sənə xoşluq gətirən şeyləri kiçik də olsa görməyə çalış. Oxatan bürcü 1 fevral 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün hərəkətlərini diqqətlə və sakit şəkildə qurmaq önəmlidir. Qarşıya çıxan vəziyyətlər səni dayanıb düşünməyə və hadisələri biraz uzaqdan qiymətləndirməyə sövq edə bilər. İçindəki hisslər və intuisiya sənə yol göstərəcək, ona görə də səsinə qulaq asmaq və qərarları tələsmədən vermək faydalıdır. Münasibətlərdə səmimiyyət və diqqət ön plana çıxır. Kiçik anlaşılmazlıqlar olsa da, açıq danışıq və qarşındakını dinləmək onları yoluna qoymağa yardım edəcək. Dostların və yaxınlarınla keçirdiyin sadə anlar, gülüşlər və paylaşmalar ruhunu yüngülləşdirəcək və özünü daha rahat hiss etməyinə səbəb olacaq. Gün həmçinin keçmişi gözdən keçirmək və gələcək üçün sakitcə planlar qurmaq üçün əlverişlidir.
Keçmişdə qalan narahatlıqları buraxmaq və indiki anın dəyərinə fokuslanmaq sənin üçün yüngüllük gətirəcək. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə hadisələri addım-addım qəbul etmək və kiçik fasilələr yaratmaq enerjini qorumağa kömək edəcək. Günün axışı sakit və nizamlıdır, amma kiçik sürprizlər və yeni fürsətlərlə dolu olacaq. Öz ritmini qorumaq, təlaşa qapılmamaq və hadisələri təbii axarına buraxmaq rahatlıq verəcək. Bugünün mesajı: anı yaşa, diqqətini indiki ana yönəlt və sənə xoşluq verən anları kiçik də olsa gör.